Ya Allah, Bismillah. Allah Müteal Quran-ı Kərimdə bütün peyğəmbərləri bir müştərək xasiyyətə görə tərif edib. Yəni bu xasiyyətdə Allah Taala bütün ənbiya və peyğəmbərləri Quran-ı Kərimdə tərif edib. Əlbəttə Quran-ı Kərimdə adı çəkilən peyğəmbərləri. Həmin xasiyyət bu peyğəmbərlərin daimən tövbə etməkləri olub. Əvvəbun, təvvəbun kəlmələri ilə. Hər bir peyğəmbərin adını çəkir, sonda onlara aid bir xasiyyət deyir. Bu xasiyyətdə peyğəmbərlərin hər biri müştərəkdir. Çoxlu tövbə eləmək, çoxlu Allaha tərəf dönüş eləmək. Bəziləri elə təsəvvür edir ki, günah eləməlisən ki, tövbə edəsən. Xeyr, belə deyil. Allaha dönüş, Allaha qayıdış həmişə və daimi, davamlı olmalıdır. Bu, davamlı baş verməlidir. Ruhun paçlanması həmişə davamlı olmalıdır. Bəziləri də elə təsəvvür eləyir ki, tövbə elədim bir dəfə, yəni tövbəkar oldumsa, ibadətə başladımsa, daha mən tövbə eləməyimə ehtiyac yoxdur. Bu da düzgün fikir deyil. Yəni, ən gözəl nümunə Allah Rəsuludur, peyğəmbərlərdir ki, bunlar həmişə hər gün tövbə edərlərmiş, tövbələrini yeniləyərmişlər və Allahdan bağışlanmaq və məğfirət diləyərmişlər. Bu xasiyyət, yəni Allahdan bağışlanmaq diləmək, məğfirət və rəhmət tələb eləmək bəndiyə xas olan bir xasiyyətdir. Yəni insanı Allaha yaxınlaşdırır. Bununla insan Allah yanında təqərrüb, Allaha bir yaxınlıq əldə edir və Allahdan rəhmət qazanır. Nə qədər çox bağışlanmaq diləsə insan, bir o qədər Allah qatında, Allah tərəfindən rəhmət əldə eləmiş olur.